dostlar, hər vaxtınız xeyir olsun əzizlərim. Mən Münirə Həsənova. Səhifəmi izləyin, görəcəksiniz orada kimlə məşğulam, nə ilə məşğulam, harada çalışıram. 15 ildir ki, Forever Living'də çalışıram. 15 ildir Forever Living tanıyıram, 13 ildir ki, Forever Living'də çalışıram. Forever Living şirkətinin marketingi ilə mən həyatımı dəyişdim dostlar. Amma desəm nə ilə, necə dəyişdim, vallahi billahi sizə biraz gülməli gələcək. Bax, bu aloe vera ilə. Bu aloe veranı Azərbaycana tanıtdıq, bu aloe veranı dünya tanıyır. Bizlərin də işi, karyerası böyüməyə başlayır. Niyə dostlar? Çünki aloe vera insanın sağlığında nömrə 1-dir. İnsanın pH-ına uyğundur tərkib. Düşünürsünüz bu nə deməkdir əzizlərim? Baxın, bir insanın orqanizmasında, bunu tibbdə olanlar daha yaxşı bilirlər, 20 kamin turşusu olur. Bu 20 kamin turşusunun 20'si burada var. 8 əvəz olunmaz turşular olur. Onun 7'si burada var. Yəni məhsul doğrudan da insanın orqanizmasında möcüzələr yaradır dostlar. pH tənzimlənir biz bunu içəndə. Təbii ki, onun qaydası var. Siz mənə zəng edin, mən bunu deyəcəm inşallah. Mədə bağırsaq təmizlənir, qaraciyər, öd yolları, qan, ümumiyyətlə bütün orqanizmada təmizləmə aparır. Bəzən biz insanlara deyəndə ki, təmizləmə ilə başlayaq, onlarda bir çaşqınlıq yaranır ki, yox, mənim mədə bağırsağım təmizdir, mən filan şeylər içirəm. Amma yox dostlar, bu təkcə mədə bağırsağı deyil, qanı da təmizləyir, qaraciyər də təmizləyir, öd yollarını da təmizləyir. Ümumiyyətlə bizim orqanizmamızda təmizlənmə iş aparır. O zaman nə olur? Dərimiz də çox gözəl olur o zaman. Baxın dostlar, nə demək istədim? Aloe vera orqanizmada pH-ı tənzimləyir. O zaman orqanizma öz-özün müalicə edir. Bax, bizim fərqimiz budur. Forever'ın fərqi budur dostlar. Amma nəzərinizə çatdırım ki, biz həkim deyil ya. Sadəcə əgər ağrı xəstəsinizsə, əlbəttə ki, həkimlərə müraciət edəcəksiniz. Bu dərman deyil. Amma biraz öncə söylədiyim kimi, bu elə bir məhsuldur ki, orqanizmada pH-ı tənzimləyir. Bizim orqanizmamızda özünü müalicə edir əzizlərim. Baxın əzizlərim, dərman vasitəsi deyil. Aloe'ndə üzərində o yazılmış deyilən, o qopduğu üçün onu sizə göstərə bilmədim. Dərman vasitəsi deyil. Amma nə edir? Orqanizmamızda İndi argipulsa keçirəm, canlarım mənim. Nə edir? Birinci növbədə bunda günlük dozada D vitamini var. Bunu nəzərinizə çatdırım. Damarları açır, ürək damar sistemini tənzimləyir. Piyləri əridir, elarginin. Bunun yanında insan arıqladığında sağlam arıqlayır və əzələ yığılır. Əzələ yığılır, insan sağlam şəkildə arıqlayır, gəncləşir, arıqlayır. Əsas məsələ hormonları düzəldir. Menstruasiya dəyişiklik olursa orada onu düzəldir dostlar. İnsan sağlam şəkildə arıqlayır. Canlarım mənim, ürək damar sistemi açıq olur. Bilirsiniz fərq nədir? Elarginində. Elarginin tibbdə olanlar bilirlər. Sonuncu amin turşusudur. Amma Forever'ın argipulusunda fərq odur ki, onun ideyaçısı Nobel mükafatı alıbdır. Bu ürün ürək damar sistemində nitrat oksidə çevrilir, bax damarlarda. Onun üçün biz inanılmaz nəticələrə sahib oluruq.